Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar azap çektiler. Ne kadar eziyet çektiler. Ama sınmadılar. Mühkem durdular. Budur Azerbaycan. Budur Azerbaycan. Salam, xoş gördük sizi əzizləyicilərimiz. 102 Xəbər Info və Inforum Xəbər TV'nin əməkdaşları Lamiyə və Ramiz müəllimin bugün Tovuz rayonu Almalı kəndində bir şəhid çəkilişindəyik. Əliyev Cavid Şabanoğlu. O, vətən deyə də vətən torpağına qarşılan igidlərimizdən biri idi. Vətənin qara günləri başlayanda özünü ölümün çənginə atıb şəhid olmuşdur. Əliyev Cavid Tovuz rayonunun Almalı kəndində doğulub, boya başa çatmışdı. Kənddə xətrini hamı istəyir, böyüklə böyük idi, kiçiklə kiçik. 2002-ci ildə Tovuz rayonunun Almalı kənd tam orta məktəbinin 1-ci sinifinə gedib, 2006-cı ildə təhsilini Abdullayev adına Ağbaşlar kənd orta məktəbində davam etdirmişdi. Təhsil aldıqdan sonra 2014-cü ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Cavid Əliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonuna yerləşən eyni hərbi hissəsində müddətli hərbi xidmət keçmişdi. Tovuz döyüşlərindən sonra könüllü olaraq orduya yazılıb. Vətən müharibəsi başlarında Cavid Əliyev 27 sentyabr 2020-ci ildə ordumuzun düşmən mövqələrinə qarşı başlanan əks hücum əməliyyatlarında fəal iştirak etmişdir. Füzuli istiqamətində, eləcə də Şuşa uğruna gedən döyüşlərdə bir çox döyüşlərdə iştirak etmiş, yaralı zabiti DPMP-dən çıxarıb həyatını xilas etmiş. Sonra bura qədər vuruşub gəlmiş deyə geri qayıtmaq olmaz deyərək hücumunu davam etdirmək əmri verib, müdafiə olunan düşmənin ikinci müdafiə xəttini yarmışdır. Ən yaxşı olardı ki, onun bu günləri atası, anası, hansı ki Şaban kişi, oğlu haqqında daha müsəffəl məlumat verərdi. Mən elə hesab edirəm ki, onlar nə qədər ağrılı da olsa bir neçə kəlmə Cavid haqqında danışmalı. Şaban müəllim, nə qədər ağrılı olsa da oğlumuz Cavid haqqında bir neçə kəlmə deməyi mən elə hesab edirəm ki, özünüzdə təpər cəsarət tapa bilərsiniz. Çünki Cavid yanmış kəndlərimizin harayını, o ermənilər, faşist ermənilərin Qarabağımıza talan olmasına dözməyərək döyüşlərə getdi və orada şəhidlik zirvəsinə yüksəlmişdi. Nə deyə bilərsiniz oğlumuz haqqında? Oğlum haqqında çox şey deyirdi. Mən də gələndə Allah səbir versin. Allah səbir versin sizə. O Cavid ölməyib. Şəhidlər ölməz. Mən elə hesab edirəm ki, Allah da ən yaxşı insanları öz yanına aparır. Cavid evin ən ağıllı, ən bacarıqlı evlatlarından biridir. Evet. Mən onu yolundan döndürə bilmədim. Mən vətəni sevirəm. Atasından anasına çox dedim vətəni sevirəm. Bəli, Vətən yolunda da mən elə hesab edirəm, Şaban müəllim, onun bu igidlik məktəbi gənclərimiz üçün, gələcəkdə gənclərimiz üçün bir məktəbdir, bir örnəkdir. Cavid kimi vətənpərvər oğullar əlbəttə ki, az-az yetişir. Allah sizə səbir versin. Bir neçə kəlmə o dəyərli sözlərimiz üçün, bizim üçün qiymətlidir, gələcək nəsillər üçün qiymətlidir. Eləcə də gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi üçün çox örnəkdir. Allah sizi saxlasın. Sağ olun. Ayrı mən nə deyim? Əziz izləyicilərimiz, onu da deyim ki, şəhidlik zirvəsinə Cavid qardaşımız ucaldıqdan sonra o Şuşanın azad olunması, vətən uğrunda medalı və cəsur döyüşçü medalı ilə tərtib olunmuşdur. Afiq müəllim, mən nə qədər ağırlı olsa da Şaban müəllimin bu günləri
dəyanət göstərib, cəsarət göstərib oğlu haqqında o dediyi sözlərə mən də eləsə verəm, siz də qoşulmaq istəyirsiniz. Bir neçə kəlmə, yəni Cavid haqqında demək istəyirsiniz. Bir dayısı kimi. Bax, Cavid bugün boya başı çatdığı bu kətdə ayaq izləri hələ o ləpərini salıb durduğu yerdə, yəni siz tanış olursunuz hər bir qarşılığı ləpərinə. Nə deyə bilərsiniz Cavid haqqında? Cavid haqqında onu demək istəyirəm ki, Cavid uşaqlıqsan çox zirək, qoçaq bir uşaq idi. Demək olar ki, həm ailədə, həm kənddə, həm məktəbdə öz davranışınla, özünü yaxşı aparmağınla bir nümunə idi. Həm kənd cəmaatı arasında, həm uşaqlar arasında, həm məktəbdə müəllimlər də xətrini həddən artıq çox istəyirdi Cavidi. Cavid Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getdi. Öz arzusuyla cəbhəyə getdi və müharibənin demək olar ki, bütün o günlərinin hamısında iştirak elədi və ayın 7-si günü, noyabrın 7-si günü Şuşa uğrunda gedən döyüşlərdə şəhid olur. Yəni ki, mən bir müəllim kimi onu deyə bilərəm ki, mən Qərbli ərazi vahitliyində olan şəhidlərin hardasa 8 nəfərinin müəllimi olmuşam. O uşaqlar o sinifin gözü idilər. O uşaqlar o məktəbdə, hələ məktəbdə oxuyan vaxtlarda onlarda vətənpərvərlik ruhu, vətənə sevgi ruhu o qədər güclü idi ki, yəni ki, biz müəllimlər də həmişə o uşaqları vətənpərvərlik ruhunda tərbiyə eləməyə çalışmışıq və onlar da o ruhda tərbiyə olduqlarına görə vətəni hər şeydən üstün tutdular. Atadan da, anadan da vətəni üstün tutdular və o vətən yolunda şəhid oldular. Bugün onların ruhu şaddır, vətənimiz azaddır və onların sayəsində bugün biz xoşbəxt və firavan yaşayırıq. Allah bütün Sağ olun şəhidlərimizə müəllim. Bugün qan rəngli çiçəklər azadlıq qurbanlarının çiçək rəngli qanına qovuşdu. Həmin günü şəhid qanları çiçək açdı, çiçəklərimiz qana döndü. Yaşasın prezidentimiz, yaşasın devlətimiz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ölümü Allahın dərgahına qovuşan ölümdür. Allah rəhmət eləsin. Ağaclar yarpağın tökdü, hardasan? En güzel gülleri derim senin için. Geldiğin yollara serim senin için. İstesen canımı verim senin için. Ayrılık belimi bükdü, hardasan? Deyirdin darıxsan, səslə gələcəm. Ağlayıb seninle birgə güləcəm. Dərdini, qəmini yarı böləcəm. Gözlərim yolları çəkdi, hardasan? Qəlbimin sultanı, başımın tacı. Yoxluğun inan ki zəhərdən acı. Xəstə ürəyimin sənsən əlacı. Sənsizlik könlümü söktü, hardasan? Həyatda hər şeydən gözlərim toxdur. Səndən nigaranam, xəbərim yoxdur. Qaranlıq fikirlər beynimdə çoxdur. İcranın ruhuma yükdür, hardasan? Salam oğul, anan qurban boyuna. Məzarına dizin dizin gəlmişəm. Necə gözəl bəzənibdi mənzilin. Bura düşdü yolum, izim gəlmişəm. Salam ona, gəlməyinə sevindim. Gəl ama ki məzarında ağlama. Gözəl balan ölməyib ki, şəhiddir. Daşı üstə qara yaylaq bağlama. Torpaq üçün torpaq atda qalanım. Gendə qalma, dur qarşıla ananı.
Öpüb qoxla, saçlarımı sığallar. Otsuz, gözsüz həsrətindən yananı. Qurban oldum o ağaran telinə, qurban oldum bu obana elinə, qurban oldum o bükülən belinə, gəl ağlayıb ürəkləri dağlama. Nə qədər sən vardın, başqaydı həyat. Hər şeyin ləzzəti, dadı var idi. Səni düşünürdüm hər an, hər saat. Həsrətin sadəcə adı var idi. Bu ayrılıq hissi məni qorxudur. Könlümün, ruhumun ilki sən idin. Sevgi hər kəs üçün fərqli duyğudur. Mənim üçün ən gözəl sevgi sən idin. O günlər, o aylar dəyər hər şeyə. Təmiz hisslərimlə sevmişdim səni. Ant verə bilmirəm səni heç nəyə, elə bu sevgimə bağışla məni. Gücüm də yox səni gəzməyim üçün. Can dərdi döyünür pərişan ürək. İndi yoxluğuna dözməyim üçün elə sən olasan yanımda gərək. İndi yoxluq